Təkrar olaraq nəyə baxırıq? Yaxşı, nədən danışırıq? Azədən. Azəsdən, Zəazədən, Zəazəsdən. Deməli, Azə, Azəs, Zəazə, Zəazəs, bir də Ənazə. Nədir onlar? Nə başa düşürsünüz? İstəyirsiniz mikrofonu yandırıb verə bilərəm, danışa bilərsiniz. Yoxsa mikrofondan qaçırsınız, həyəcanlanırsınız elə. Fərqi nədir? Ənazə. Aha. Ənazə mövzu yaşadır. Ənazə iki əvvəl. Hara getdin çıxdın? Van ənazədir, o qarşılıq əvəzlidir. Ənazə başqa şey. Baxın, bir var azə, bir var azəs. Zəazə də var. Zəazəs də var. Mənim bu füsunkar, əsrarəngiz, tarixdə görünməyən, mənşəyə bəlli olmayan xəttimi oxuya bilirsiniz yoxsa yox? Eynidir. Mənşəyə bəlli olmayan yazını. Mən sənin oxuya bildim. Hə. Bax, bu dördü haqqında danışıb, sonda da ənazə haqqında məlumat verəcəm. Son dərəcə diqqətli olun. Bax, başqa digəri kimi tərcümə olunacaq azə. Adətən özündən sonra isim gəlir. Və bu isim adətən cəm olur. Amma isim gəlməyə də bilir. Birlikdə əvəzlik, ismi əvəzlikdə ola bilər, sifəti əvəzlikdə ola bilər. Sifəti əvəzlik deyəndə yadda saxlayın ki, elə düşünün ki, bu sifətli və özündən sonra nə istəyəcək? İsim. Amma ismi əvəzlik olanda artıq özündən sonra isim olmayacaq. Yəni, nəysə, qısası, testdə işləməyin yollarını öyrədirəm sizə. Azə ilə azəsin fərqi nədir? Yəni, birindən sonra isim heç vaxt olmayacaq, amma birindən sonra isim ola da bilər, olmaya da bilər. Amma test toplusunda, sınavda, qəbullarda daha çox isimlə işlənən formasına rast gəlir. Azə. Adətən özündən sonra cəm isim dedik. Amma azəsdən sonra isim olmaz. İsim gəlməz. Yəni, belə yadda saxlayın da, sonunda es varsa elə düşünün ki, isimin elə özü də aysalı, müstəqil formadır və bundan da sonra isim gəlməz. Sizcə bu, burada cəmin yerindədir, yoxsa təkin yerindədir? Cəmin yerindədir. Deməli, azəsdən sonra isim olmursa nə olur? Xəbər olur. Xəbər də necə olacaq? Sağ ol. Səhlədir? Aysa. Öz-özümə da Allah sağ deməz. İzlə arın fərqi nədir? Aysa. İndi azəsdən sonra nə olmalıdır? Ar olmalı. Aysa. Mən bir saatda mən onu deməyə çalışıram da imkan vermir tanışmağa. Uşaqlar, bunlarda bir qeyri-müəyyənlik var. Yəni, konkret say bəlli deyil. Məsələn, 10 nəfərdir, tutaq ki, 5-i belədir, 5-i elədir. Elə bir söhbət yox. Ümumiyyətcə danışır, qeyri-müəyyənlik var və vacib nöqtə azə ilə azəsdə, azəsdən sonra isim olmaz və xəbəri hər zaman cəm olur. Bunu dəyişdirə bilmirik. Azədən də sonra normalda cəm isim istifadə olunur. Bir də deyirəm, nəlik bildirir? Qeyri-müəyyənlik bildirir. Amma burada görürsünüz, ya artiklı var bunların qarşısında. Deməli, burada bir müəyyənlik olacaq. Aydın oldu. Sadəcə yadda saxlayın ki, burada da es olduğuna görə yoldaşlar, isim olmur və xəbər necə olacaq? Cəm olacaq. Məsələn, zəazəs ar, zəazəs, məsələn, comes verə bilməsən, arrive verirsən, arrives verə bilmirsən. Aydın oldu nə deyirəm? Yəni, yadınızda saxlayaq. Zəazəslə azəsin ortaq nöqtəsi odur ki, heç birindən sonra isim olmaz. Xəbərdə hər zaman cəm olur. Fərq odur ki, azəs qeyri-müəyyənlik bildirir, amma zəazəs müəyyənlik bildirir. Aydın oldu. İndi bu zəazə ilə zəazəsin işlənmə yerləri haqqında mən sizə başa düşəcəyiniz dildə bir neçə dənə misal göstərim. Sütunla güləşirsən, yoxsa mahi ilə gəlir? Hazırlayır, yer axtarır. Məncə sən dümdüzdür, aysa. Aysa, belə daha faydalısan. Yoldaşlar, zə artiklı nəlik bildirir? Müəyyənlik bildirir. Məsələn, bax deyirəm ki, mənim 2 markerim var. Onlardan biri, məsələn, qaradır. Yerdən səs qaldı? Biri. Artıq bu müəyyənlik bildirəcək. O zaman deyərsən nə? Zəazə marker və yaxud da zəazə van və isimsiz işlənə bilər. Elə birbaşa özündən sonra xəbər də verə bilərsin. Aydın oldu. Deməli, məsələn, I have 5 cars, 5 maşınım var. 4 of them are black. Neçəsi qaradır? 4'ü. Neçəsi qaldı yerində? Biri. Artıq ortada bəlli bir rəqəm olduğuna görə ortada bir müəyyənlik yaranır və biz o zaman nəyə götürürük? Zəazə. Amma məsələn, deyirəm ki, I have 5 markers, both of them are black. Neçəsi qaradır? İkisi. Amma mənim neçə dənə markerim vardı? 5. Yerdə neçəsi qaldı? 3. Riyaziyyat keçirəm, etsə.
3. 3 təhti yoxsa cəmdir? O zaman verəsən Z azəsi. Niyə? Çünki bu bizə məlum olan cəmi yerində işlənir. Aydın oldu? Bax, bir də deyirəm, yerdə bir dənə qalanda, məsələn, deyirəm ki, tutaq ki, həyətimizdə 5 ağac var. Onlardan 4'ü, deyək ki, alma ağacıdır. Qurudu, yaxşı, negativə bağlı. 14'ü qurudu. Neçəsi qaldı yerində? Biri. Səndə artıq bir müəyyənlik yaranır da, 5 idi, 4'ü getdi, yerdə qaldı biri. Onunla verirsən Z-azə. Z-azə 3-də deyə bilərsən. Yəni ismi də verə bilərsən. Z-azə Van'da verirsən. Çünki biz Van'la Van'sı izah eləmişik də, Van sayıla bilən tək isimin yerində işlənəcək. Və yaxud da birbaşa xəbər də verə bilərsən. Yəni ola da bilər, olmaya da bilərsən. Amma deyirəm ki, həyətimizdə 5 ağac var. Onun ikisi qurudu, sən dediyin kimi. Yerdən səs qaldı. O zaman nə verəsən? Z-azəs verəsən. Yəni Z-azəs bizə məlum olan cəmi yerində işlənir. Amma ortada bir müəyyənlik var, məlumluq var. Məsələn, tutaq ki, deyirəm, stadionda çoxlu adam var. Yarısı futbola baxır, yarısı standart Azərbaycan adına çemişka çıxdırır var. Ha? Neçə nəfər çıxdırır? Dəqiq bilinmir. O zaman azəs verə bilərsən. Deyə bilərsən ki, for example, azəs söhbət deyirlər. Azəs are talking. One another. Yəni, digərləri bir-birilə söhbət edir. Amma desəm ki, məsələn, there are, for example, 100 fans at the stadium. Stadionda, tutaq ki, 100 adam var. Tutaq ki, 90 of them, onlardan 99'u, biraz məntiqsiz çıxacaq, amma ev yox, deyim də yesin. Onlardan 99'u, tutaq ki, məsələn, Qarabağ azarkeşidir. Yerdən səs qaldı? Biri. Sən onu verirsən Z-azə. Z-azə fan da deyə bilərsən, Z-azə van da deyə bilərsən, Z-azə iz də deyə bilərsən. Başa düşdük? Aydın oldu. Bir də deyirəm, artikelli olanlarda bir müəyyənlik var. Amma artikelsiz olanlarda müəyyənlik yoxdur, qeyri-müəyyənlik var. S olanlardan sonra isim olmaz. Əsas bu son bir dəqiqənin içərisində dediklərimi başa düşsəz, anlasaz, rahat-rahat testin yazasınız. Çünki Dövlət İmtahan Mərkəzinin test toplusu olsun, digər topluları olsun, 90% bunlara fikir vermək lazımdır. Nöqtədən sonra isim gəlir, S-ləri götürmürsünüz və yaxud da nöqtədən sonra isim gəlmir, xəbərcam olur, o zaman S-ləri götürürsünüz. Bəzən olur ki, o artıq müəyyən ya da qeyri-müəyyən məsələsi ortaya çıxar. Bir də ənazə haqqında danışaq. Uşaqlar, ənazədə bir ən var, bir də yerdə qalan azə var. Deməli, ənazədən sonra nətər isim gələcək? Tək. Amma nətər tək? Nətər? Sayılmayan nədir? Sayılmayan, sağ ol. Ay sağ ol, ən artıq var. Ənazədən sonra sayıla bilən tək isim olur. Yoxdur, diqqətlə qulaq. Aydın oldu ənazə. Və son olaraq ənazə haqqında belə bir şeydir. Tərcüməsi önəmli deyil, uşaqlar. Yəni, çox nadir hallarda əvəzliyin tərcüməsi bir şey yarayır test toplusunda və yaxud da yazdığınız hansısa bir testi. Önəmli olan işlənməsidir. Ənazədən sonra normalda nətər isim gəlir? Sayıla bilən tək. Amma əgər ənazədən sonra bir miqdar sayı varsa, markerlərdə özümüz kimi deyil. İşləmir. Dəyən görüb. Məsələn, 3 qoydum. 3 qoydum. O zaman ismi nə eləyəcək? Canlandıracaq. Amma normalda ənazədən sonra nətər isim işlənir? Sayıla bilən tək. Amma qayda deyir ki, ənazədən sonra miqdar sayı varsa, 2 və üzəri miqdar sayı varsa, o zaman isim nətər olmalıdır? Cəm olmalıdır. Bax, ənazə pen, düzdür? Ənazə 5 pence. Aydın oldu. Niyə ənazədən sonra S qoşulmuş isim verdin? Çünki ortaya nə düşdü? Bir miqdar sayı düşdü. Aydın oldu. Problem olmayacaq ki. Bitirdik. Başqa nədən danışaq? Ehtiyac deyil.